Tarixi niyə öyrənirik? Tarix insanlara keçmiş təcrübələrdən dərs almağa və eyni səhvləri təkrarlamamağa imkan verir. Yəni cəmiyyətin və ictimai hadisələrin necə formalaşdığını anlamaq, gələcək qərarlar üçün əsas yaradır. Tarix yalnız keçmişə deyil, bu günə və eyni zamanda gələcəyə açılan pəncərədir. Tarix bizim kimliyimizi formalaşdıran ən mühüm amildir. Xalqın kimliyinin qorunub inkişaf etdirilməsi üçün tarixi bilmək vacibdir. Tarix təkcə xronologiya şəklində yox, təhlil ilə öyrənilərsə, insanlara kritik vəziyyətlərdə iti düşünmə və təhlil bacarıqları qazandırar. Həmçinin insanlara yalan və manipulyasiyaları ayırd etməyə kömək edər. Tarixin öyrənilməsinin lazımlı cəhətlərindən biri də budur ki, hazırda yaşadığımız zamanda bizdən asılı olmadan baş verən ictimai və siyasi hadisələrin keçmişə dayanan köklərindən xəbərdar olmalıyıq. Misal üçün, bir xalq 10 illər, hətta bir əsr əvvəl işğal olunmuş torpağının geri qaytarılması üçün müharibə aparırsa, gənclər tarixi bilməsə həmin müharibənin səbəblərini anlamayacaq. Bu məntəqədəki mövcud sivilizasiyanın ümumilikdə 7000 illik tarixi var. Bu tariximizi iki yerə bölə bilərik. İslama qədərki dövr və İslamdan sonrakı dövr. Tarixi mənbələrimizin əksəriyyəti İslamdan sonrakı dövrə aiddir. İslamdan əvvəlki dövrə aid mənbələr isə əsasən qazıntı nəticəsində çıxarılan əmək, ov alətləri və dünya tarixçilərinin bu ərazilər barədə etdiyi qeydlərdir. Tarixi mənbələr əsasən bunlardır: maddi mənbələr, yəni silahlar, əmək alətləri, tikililər, yaşayış yerləri, qəbir abidələri, qalaların qalıqları və digər qədim abidələr; yazılı mənbələr, yəni daş salnamələr, sənədlər, fərmanlar, pullar, divanlar, səmavi kitablar, əlyazmalar, hədis kitabları, qəzet və jurnallar; şifahi mənbələr, yəni dastanlar, əfsanələr, nağıllar, məsəllər; müasir mənbələr, yəni televiziya verilişləri, filmlər, fotolar, səs yazıları. Tarix necə hesablanır? Bəşəriyyət qədim zamanlardan gecə və gündüzün bir-birini əvəz etməsini təqvim kimi istifadə edib və beləcə tarixi hesablayıblar. Keçmişdə müxtəlif hadisələr, təbii fəlakətlər, müharibələr, şahların hakimiyyətə gəlişi tarix üçün başlanğıc sayıla bilirdi. Tarixi təqvimlərin yaranması, miladi təqvimi, bir başqa adı ilə Qriqoryan təqvimi. Bu təqvim 1582-ci ildə Roma papası 13-cü Qriqori tərəfindən təsis edilmişdir. Hazırda miladi təqvimi dünyada ən çox istifadə edilən təqvimdir və beynəlxalq ticarət, elm və siyasətdə standart olaraq qəbul edilmişdir. Təqvimin başlanğıc nöqtəsi İsa Peyğəmbərin doğum ili hesab olunur və bu səbəblə bizim era adlanır. Hicri qəməri təqvimi, bir başqa adı ilə İslam təqvimi. Bu təqvim İslam dünyasında istifadə edilən ay təqvimidir və onun başlanğıcı hicrət hadisəsi ilə əlaqədardır. Yəni Həzrəti Peyğəmbərin Məkkədən Mədiniyə köçü 622-ci il. Müsəlmanlar hicri təqvimindən əsasən ibadət vaxtlarını, yəni əlamətdar günləri və müqəddəs ayları təyin etmək üçün istifadə edirlər. Bu təqvim 638-ci ildə müsəlmanların rəsmi təqvimi kimi qəbul edilib. Miladi təqvimindən fərqli olaraq günəşin yox, ayın hərəkətinə əsaslanır. Buna görə də miladi təqvimindən təxminən 10 gün qısadır. Hicri şəmsi təqvimi, bir başqa adı ilə İran təqvimi. Bu təqvim də hicrət hadisəsindən, yəni Peyğəmbərimizin Məkkədən Mədiniyə köçündən başlayır. Lakin günəş ilinə əsaslanır, ay təqvimi deyil. Təqvim Ömər Xəyyam tərəfindən hazırlanıb. Fərvərdin ayı, yəni 21 mart tarixi hicri şəmsi ilin birinci ayıdır və Novruz bayramı ilə başlayaraq təbiətin oyanışını simvolizə edir. Hicri şəmsi ili 365 gün, uzun illərdə 366 gün davam edir və miladi təqvimlə təxminən eyni vaxt dövrünü əhatə edir. Lakin ayların adları fərqlidir. Məsələn, Xordad, Tir, Şəhrivər və s. Miladi və hicri təqvimlərindən başqa təqvimlər və hesablamalar da olmuşdur, mövcuddur və olacaqdır. Şəmsi, yəni günəş təqvimi Misir, qəməri, yəni ay təqvimi isə Babil sivilizasiyasında yayılmışdır. Bunun əsas səbəbi günəş təqviminin yarandığı ərazilərdə əkinçiliyin daha çox yayılması, ay təqviminin yarandığı ərazilərdə isə səhra və quraqlığın çoxluğu olmuşdur. Əkinçilər üçün fəsilləri müəyyən etməyə şəmsi təqvimi daha əlverişli idi. Səhra və quraqlıq ərazilərdə isə əsasən ay vasitəsilə ticarət yollarını təyin etdikləri üçün təqvim kimi ay təqvimini daha münasib görürdülər. Suallar: tarixi niyə öyrənirik? Tarixi necə oxumalıyıq? Tarixi mənbələr hansılardır? Tarix necə hesablanır? Miladi, hicri şəmsi və hicri qəməri təqvimi haqqında nə bilirik?